Allah Teala'dan istəyirəm ki, bizi öz dinində sabit eləsin. Deməli, şeytanın insanın qəlbinə təsiri, qəlbə gəlməsi və qəlbə təsiri, qəlbə olan təhlükəsi. Səbra bin Əbi Fəkih deyir, eşitdim Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurur. İnnə şeytanı qa'adə libni Ədəmə bi ətruqihi. Həqiqətən şeytan Adəm övladının hər yolunda oturur. Fəqa'adə ləhu bi tariqil İslam və onun İslam yolunda oturur və deyir ki, sən İslamı qəbul edirsən, öz dinini, atalarının və babalarının dinini tərk edirsən və o da şeytana asi olur, təslim olur, İslamı qəbul edir və sonra onun hicrət yolunda oturur və deyir ki, sən hicrət edirsən, öz yerini, torpağını, öz səma, havanı tərk edirsən və sonra deyir ki, mühacirin, hicrət edənin misalı bağlı atın misalı kimidir? Ki, atı sahibi kəndirlə bir şeyə bağlayır ki, onun ətrafından kənara çıxmasın. Və o da ona asi olur və hicrət edir və sonra ona cihad yolunda oturur və deyir ki, sən cihada çıxırsan. Halbuki bu nəfslə, malla cihaddır, vuruşacaqsan və öldürüləcəksən və sənin yoldaşın başqasını ələ gedəcək, malın da başqaları arasında bölüşdürüləcəkdir və o da ona asi olur və döyüşə çıxır, cihada çıxır. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, فَمَنْ فَعَلَ ذَٰلِكَ كَانَ حَقًّا عَلَى اللّٰهِ اَنْ يُدْخِلَهُ الْجَنَّةِ. Və kim də bunu edərsə, yəni şeytana asi olur, İslamı qəbul edir, hicrət edirsə, Allah üzərində bir haqq olar ki, onu cənnətə daxil etsin. Və kim də öldürülərsə, Allah üzərində haqq olar, onu cənnətə daxil etsin. Və əgər suda qərq olarsa, Allah üzərində haqq olar ki, onu cənnətə daxil etsin və yaxud da minik vasitəsindən yıxılaraq ölərsə, Allah üzərində haqq olar ki, onu cənnətə daxil etsin. Yəni, bu yolda ölərsə insan, İslam yolunda, hicrət yolunda və yaxud da Allah yolunu döyüşə çıxarkən, Allah üzərində haqq olar ki, onu cənnətə daxil etsin. Və bu hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem, yəni şeytanın insana gəlməsi, qəlbinə təsir etməsi və bunun təhlükəsini bildirir. Və şeytan insanı yolundan saptırmaq üçün hərisdir. Hər hansı bir xeyri etmək istəyəndə onu yolundan yayındırmaq istəyir. Və hər dəfə insan üçün faydalı bir iş qabağına çıxanda, onu etmək istəyəndə onu bu işdən yayındırmaq istəyir. Və şeytanın da bu işdə insanı xeyirdən yayındırmaqda çalışması daha şiddətli olur. Və bu düşmənlik də qədimdəndir. Adəm Peyğəmbərdən bəri Adəmin övladlarına qarşı düşməndir. Nə vaxt ki, Allah Teala'dan möhlət istədi, Allah Teala əmr etdikdə Adəmə səcdə edin, İblis səcdə etmədi və dedi ki, mən ondan daha xeyirliyəm. Və Allah Teala onu cənnətdən çıxartdı və Allah Teala'dan istədi möhlət. Və Allah Teala da ona möhlət verdi və Allah Teala Ərəf surəsində buyurur ki, قَالَ فَبِمَ أَغْوَيْتَنِي. İblis dedi ki, sən məni azdırdığın üçün لَاَقُودَنَّ لَهُمْ صِرَاطِكَ الْمُسْتَقِيمِ. Mən sənin doğru yolunda onlar üçün oturacağım. ثُمَّ لَأَتِيَنَّهُمْ مِنْ بَيْنِ اَيْدِيهِمْ. Sonra onlara önlərindən, arxalarından, sağından və solundan gələcəm və sən onların əksəriyyətini şükredən görməyəcəksən. İbn-i Qayyim Rahimehullah deyir ki, insanın getdiyi yollar dörddür, başqası deyildir. Bəzən insanı sağ tərəfə çəkir, bəzən sol tərəf, bəzən qarşıdan gəlir, bəzən arxadan gəlir. Və ondan sonra hansı yola tərəf çəkdisə, hansı tərəfə getdisə, şeytan orada pusqu qurur
Və əgər Allah Teala'ya itaət üçün insan üz tutubsa, ona tembellik verir, ona maniyeler çıkarır, onu yubatmaq istəyir. Və əgər asiliyə tərəf meyl edibsə, daha da ona tərəf sürükləyir və ona kömək edir, yardım edir. Və bu ayəyə oxşar başqa ayələr də var ki, şeytanın insana, Adəm övladının qəlbinə hücum etməsinin şiddətli olduğunu bildirir ki, onu xeyirdən yayındırmaq üçün, şərrə salmaq üçün Allah Teala buyurur Nisa surəsində: "Və qala la'attaxidanna min ibadika nasiban mafruda." Və iblis dedi ki, mən sənin qullarından mütləq öz payımı, yəni müəyyən payı alacağım. Yəni müəyyən payı sənin qullarından alacağım. Və la'udillannahum. Və sonra deyir ki, mütləq mən onları azdıracağım. Və la'umanniyannahum. Onlara arzular verəcəm. Və la'amurannahum. Və onlara əmr edəcəm ki, heyvanların, malqaranın qulaqlarını kəssinlər. Və la'amurannahum فَلَيُغَيِّرُنَّ خَلْقَ اللّٰهِ. Və onlara əmr edəcəm, Allahın yaratdığını dəyişdirsinlər. وَمَنْ يَتَّخِذِ الشَّيْطَانَ وَلِيًّا مِنْ دُونِ اللّٰهِ. Və Allah da buyurur, kim şeytanı özünə dost tutarsa Allah'tan qeyri, Allah'ı tərk edərək, فَقَدْ خَسِرَ خُسْرَانًا مُب۪ينًا. Açıq, aydın xüsranla uduzmuştur. يَعِدُهُمْ وَيُمَنِّيهِمْ. Ve şeytan onlara vəd verir, onlara arzular verir. وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ اِلَّا غُرُورًا. Ve şeytanın da arzuları, vədləri yalnız aldatmadır. Aldadıcı vəddən başqa bir şey değildir. Ve həmçinin Allah Teala İsra surəsində buyurur: وَاسْتَفْزِزْ مَنْ اِسْتَطَعْتَ مِنْهُمْ بِصَوْتِكَ. Allah Teala iblisə deyir ki, sen bacardığını, onlardan bacardığını səsinlə yerindən oynat. وَاَجْلِبْ عَلَيْهِمْ بِخَيْلِكَ وَرَجْلِكَ. Ve atlı piyada koşunlarını onların üstüne kaldır. وَشَارِكْهُمْ فِي الْاَنْوَالِ وَالْاَوْلَادِ وَعِدْهُمْ. Ve onların malında, övladlarında onlara şerik ol ve onlara vədlər ver. وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ اِلَّا غُرُورًا. Ve şeytan da ancak yalan vədlər verir. Ve həmçinin Allah Teala buyurur Fussilet suresinde: وَقَيَّضْنَا لَهُمْ قُرَنَاءَ. Ve biz onlara şeytanları urca ettik. Yani günahlarına, asiliklerine göre فَزَيَّنُوا لَهُمْ مَا بَيْنَ اَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ. Ve onlar da onlara önlerinde ve arkalarında olan günahları bəzədiler. وَحَقَّ عَلَيْهِمُ الْقَوْلُ فِي أُمَمٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهِمْ مِنَ الْجِنِّ وَالْاِنْسِ اِنَّهُمْ كَانُوا خَاسِرِينَ. Ve onlar barəsində olan, ötüb keçən ümmətlərdən cinlər və insanlar haqqında olan söz də, yəni həlak və əzab sözü onlar barəsində haqq oldu. Həqiqətən onlar uduzanlardan, xüsrana uğrayanlardan oldular. Və Allah Teala insanları çəkindirmişdir şeytanın addımlarına tabi olmaqdan. Qur'anda 4 yerdə Allah Teala çəkindirib. Bəqara surəsində 2 yerdə, Ən'am surəsində və bir də Nur surəsində. Bəqara surəsində Allah Teala buyurur: "Ya eyyuhannas, ey insanlar." Ve Allah Teala bütün insanlara müracaat edir. Ey insanlar. Kulu mimma fil ardı halalen tayyiben. Yer üzerinde olan halal pak şeylerden yiyin. Ve la tettebi'u hutuvatiş şeytan. Ve şeytanın adımlarına tabi olmayın. Ve alimler diyor ki Allah Teala bu ayette insanlara müracaat edir, deyir ki, yer üzerinde olan pak halal şeylerden yiyin. Deməli, yer üzerinde olanların əsli halaldır. Əksəriyyət şeylər halaldır. Haramlar azdır. Şeytanın addımlarına tabi olmayın. İnnehu lekum aduvun bin. Həqiqətən o sizin üçün açıq, aydın düşməndir. Ve yine Allah Teala Bəqara surəsində buyurur: Ya eyyuhellezine amenu, ey iman gətirənlər, udhulu fissilmi kəffə. İslam'a ümumi hər tərəfli daxil olun. Və la tettebi'u hutuvati şeytan. Ve şeytanın addımlarına tabi olmayın.
İnnehu lekum aduvun mubin. Hakikaten o sizin için açık aydın düşmandır. En'am suresinde Allah Teala buyurur. Ve minel en'ami hamuleten ve ferşe. Allah Teala mal garadan, hayvanlardan hem minilen, minik vasıta kimi istifade olunan ve her minilmeyen hayvanlar yarattı. Kulu mimme razakakumullahu ve Allah'ın size ruzu olarak verdiğinden yiyin. Ve la tettebi'u hutuvati şeytan ve şeytanın adımlarına tabi olmayın. Hakikaten o sizin açık aşikar düşməninizdir. Ve yine Nur suresinde buyurur. Ya eyyühellezine amenu. Ey iman getirenler şeytanın adımlarına tabi olmayın. Ve men yettebi hutuvati şeytan. Her kim şeytanın adımlarına tabi olarsa fe innehu ya'muru bil fahşai vel munkar. Hakikaten o ancak çirkin, münker işleri emredir. وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ. Eğer Allah'ın lütfu, rahmeti size olmasaydı sizden hiç vaxt temizlenmezdi. Lakin Allah Teala istediğini temizleyir. Vallahu semî'un alim. Allah Teala her şeyi işiten ve her şeyi bilendir. Ve şeytanın adımları da nedir? Onun vesveseleridir. Şeytanın adımları onun zeheridir. İnsanın kalbine salır. Ve şeytanın adımları insanları apardığı, çağırdığı, davet ettiği küfür, şirk, bid'at, Allah'a asiliktir. Ve her kim Allah'a asi olarsa, günahı, asiliği ne olsa da, o insan şeytanın adımlarına tabi olan insandır. Kimse az, kimse çok. Eğer kim Allah'a çok asi olursa, şeytana tabi olması, adımlarıyla gitmesi çoktur. Azlısa az. Ve şeytan insana şiddetli düşmandır. Ve insanı davet edir. Çağırır ki cehennem ehline olsun. Ve her bir günah insanı cehenneme aparır. Her bir asilik insanı odda yanmağa aparır. Allah Teala Fatih suresinde buyurur. İnnemâ yed'u hizbehu liyekûnu min ashabis sa'ir. O yani şeytan öz dəstəsini cehennem ehlinden olsunlar diye çağırır. Yani şeytan da insanı azdırmak için çalışır. Gücünü sərf edir. Allah'a itaatten yayındırmak için çalışır ve insanın her yolunda oturur. Allah'a itaatten uzaklaştırmak için, tembellik vermek için onu yayındırır, çekindirir. Ve Allah Resulü sallallahu aleyhi ve sellem hadiste buyurur ki, İblis yani sabahladıkta öz qoşununu, ordusunu gönderir, yayır ve deyir ki, bugün kim bir Müslümanı azdırarsa ona tac giyindirərəm. Ve birisi gelir deyir ki, mən ondan el çəkmədim, yoldaşına talak verene kadar, yoldaşına talak verene kadar, arvadını boşayana kadar ondan el çəkmədim. Ve iblis deyir ki, evşeke en yetezevvac. Yani yeniden evlenmesine az qalıb. Ola bilsin yeniden evlenir. Ve başkası gelir deyir ki, mən ondan el çəkmədim, valideynlerine asi olana kadar, valideynlerin üzünü ağlana kadar ve deyir ki, ola bilsin ki valideynlerine itaat etdi. Ve diğer gelip deyir ki, mən ondan el çəkmədim şirk qoşana kadar. Allah'a şirk qoşana kadar ondan el çəkmədim, onu bırakmadım. Ve iblis deyir ki, yani sen, əsl işi görən sən. Ve diğer gelip deyir ki, mən ondan el çəkmədim zina edene kadar. Ve deyir ki, aha sen, yaxşı iş görübsən. Ve diğer gelip deyir ki, mən ondan el çəkmədim ta ki adam öldürene kadar. Ve deyir ki, sen yani en yaxşı iş görənlərdənsən ve ona tac giyindirir. Ve bu İblisin halıdır ki geyb alemidir. Cinler, şeytan geyb alemidir. Lakin Allah Teala'nın rahmetindendir ki Allah Teala bazı geybi meseleleri bize haber verip bildirmiştir. Ya Kur'an'da ya da ki Peygamber sallallahu aleyhi ve sellem'in diliyle. Ve bu hadiste de Allah Resulü sallallahu aleyhi ve sellem bizim görmediğimiz geyb olan işlerden haber verir. Nidir ki Allah Teala Kur'an'da buyurur. İnnehu yarakum huve ve kabiluhu
min haythu la terawnahum. O ve onun nesli, kabilesi, tayfası, yani iblis ve onun tayfası siz onları görebilmediğiniz yerlerden görür. Ve bu hadiste de haber verir ki, yani Adem evladına karşı iblis her gün qoşun gönderir. Ordu gönderir ki azdırsın, günaha salsın, haramlara salsın. Ve bu hadiste de iblise en sevimli olan işlerden de insanın zina etmesi, şirk koşması, adam öldürmesidir. Ve həmçinin valideynlərin üzünə ağ olması, yoldaşını, zövcəsini boşaması, talaq verməsi. Ki bunlar şeytana sevimli işlərdəndir ki, onun qoşunu, ordusu gəlir və onu müjdələyir ki, bu işi gördüm. Bu işləri gördüm. Və şeytan da insanın yoluna maniyeler çekir. İstəyir ki, itaat ve ibadetten yayındırsın. Ve istəyir ki, günaha salsın. Ve en büyüklerinden başlayır. Ve bu maniyeler şeytanın insanı saldığı işlerden de en birincisi şirktir, küfürdür. Ve həmçinin Allah'ın dinine istihza etmek, mesxere etmek, Allah'ın ayelerini yalan saymak, peygamberleri yalan saymak ve həmçinin Allah'a itaətten çıxmaq. Eğer buna qadir olmasa, onu bid'ətlere salır, etiqadi bid'ətlər və yaxud da əməllə olan bid'ətlər. Eğer etiqadi bid'ətlere sala bilməsə, ki Allah Teala'nın dininde, şeriatinde olmayan etiqadları insanlara qəlbinə salmaya çalışır ki, bu etiqadda olsunlar. Allah barəsində, Allah'ın adı və sifətləri barəsində və başqa etiqadi məsələlər əgər bacarmasa əməllə olan bidətlərə salır. Və bidət də Allah və Rasulunun dində izin vermədiyi şeylərdir. Və bidətlər də şirk qismindəndir. Allah Teala Şuara surəsində buyurur: "Em lehum şurakâ'u şer'u lehum mined-dîn mâ lem ye'zen bihillah." Yoksa onların Allah'ın dinde izin vermediği şeyleri şeriat eden şerikler mi vardır? Ve bid'at dinde olmayan şeyleri etmek Allah'a şerikliktir ki şeriat, ehkamları təyin eden, ibadeti bildiren Allah Teala'dır ve bid'at eden insan da sanki özü müəyyən şəriət qaydaları, dini əhkamları ortaya çıxarır. Və əgər bid'ətə də insanı salmağa bacarmasa, onu böyük günahlara aparır. Böyük günahlara, zinadır, içkidir, riba, faizdir və s. Və bu günahları gözəlləşdirir. İnsanın gözündə bərbəzəkli edir. Haramı süsləyir, bərbəzəkli göstərir. Müxtəlif növləri ilə. Və əgər bunu da bacarmasa, kiçik günahlara aparır. Və beləcə iblis, hansı ki Allah Teala xəbər vermişdi ki, o sizin düşməninizdir. Və sələflərdən də birisi deyir ki, mən bu ayələri oxuyandan sonra ki Allah Teala deyir ki, iblis sizin düşməninizdir, onu özünüzə düşmən götürün. Deyib, bunu oxuyandan sonra başqa kiməsə qarşı düşmənliyi tərk elədim. Bildim ki, əsl düşmən Allah Teala'nın xəbər verdiyidir. Və beləcə tədricən insanı günahlara salmağa çalışır. Allah'a itaətdən yayındırmaq, cənnət yolundan uzaqlaşdırmağa çalışır. Və bilir ki, insan ömrü məhduddur və bu məhdud həyatda, məhdud ömürdə istəyir ki, insan günah və asiliklərlə, haramlarla bu ömrü başa vursun. Və şeytanın da insana əsas iki giriş yeri var. Şəhvətlər, bir də şübhələr.
ikisindən hansına saldısa insanı, ondan sonra məhəl qoymur. Ya şəhvətlər, ya şübhələr tərəfdən. Hansı ilə insanı Allaha itaətdən çıxartdısa əgər, qalibiyyət hesab edir. Və görsə ki, insan dindardır, imanlıdır, itaət var, ona şübhələr salır. Şübhələrlə dində həddi aşmağa aparıb çıxarır və bidətlərə aparıb çıxarır. O şeylər ki, Allah Teala heç bir dəlil nazil etməmişdir. Yox, əgər görsək ki, insan dində, imanda, təqvada zəifdir, ona şəhvətləri, haramları gözəlləşdirir, gözündə bəziyir ki, onu bu haramların palçığına, haramların bataqlığına salsın. Çünki haramlar palçıq, bataqlıq kimidir. Düşən insan çıxması çətin olur. Necə ki, Allah Teala zinanı yol adlandırır. İnnehu kana fahişeten ve sa'a sabila. Zina çirkin əməl və pis yoldur. Zinaya düşən insan, zinaya bulaşan insan sanki yola düşür. Sonra ayrılmaq çətinləşir. Və müsəlmana vacib olan ayıq olsun. Və bu düşmənini tanısın, bilsin və Allaha sığınsın, xilas, nicat səbəblərindən yapışaraq və həmçinin çalışaraq, mübarizə apararaq ki, özünü xilas etsin. Və Allah Teala Əl-İmran surəsində buyurur: وَمَنْ يَعْتَصِمْ بِاللّٰهِ Hər kim Allaha sığınar, Allahdan bək yapışarsa, فَقَدْ هُدِيَ ilə sırat-ı müstəqim artıq doğru yola, sırat-ı müstəqimə yönəldilmiş olar. Və Allah Teala bu ayədə və bir çox ayələrdə görürsən, keçmiş zaman feilində zikr olunur. Kim Allaha sığınarsa, ya'tasim mudari feil, indiki zamandır. Və insan davamlı şəkildə, davamiyyətli şəkildə Allaha sığınır, Allaha bağlanır, Allahdan kömək, yardım istəyir, Allaha öz möhtaclığını ərz edir, dualarla, ibadətlə. Və sonra Allah da keçmiş zamanda dedi ki, hudiyə fəqad artıq təhqiq bildirir. Yəni dəqiq 100% olan bir şey. Hudiyə hidayət olunar. Məşhul feildir, yəni Allah tərəfindən hidayət olunar. Keçmiş zamanda istifadə olunur. Sanki bu insan doğru yola artıq hidayət olunmuşdur. Və kim də nəfsi ilə mübarizə apararsa Allaha itaətdə durmaq üçün və şeytandan uzaqlaşmaq üçün Allah Teala ona yardım edər və Allah Teala onu doğru yola hidayət edər. Və Allah Teala xəbər vermişdir ki, və bu da Allah Teala mərhəmətindəndir, rəhmətindəndir ki, şeytanın Allahın qulu olan mömin bəndə üzərində bir hökmranlığı yoxdur. Kim ki Allaha sığınır, Allah Teala'dan kömək, yardım umur, səbəblərdən tutaraq onun üzərində şeytanın hökmranlığı, hakimiyyəti yoxdur. Və Allah Teala Hicr surəsində buyurur: İnne ibadi, həqiqətən mənim qullarım. Allah Teala özünə nisbət edir. Mənim qullarım, yəni Allahın qulu, kim ki ixtiyari şəkildə, könüllü şəkildə, bir var ki, ixtiyarsız qul, hər kəs Allahın quludur. Yəni, hər kəs qiyamət günü Allahın huzuruna illə ətir rəhməni abdə, Rəhmanın huzuruna qul olaraq gələcək, hər kəs. Lakin kim həyatda ikən, sağ ikən, ixtiyari şəkildə özü Allaha qul olarsa, ibadəti edərək, əmirləri yerinə yetirərək, qadağanlardan uzaq duraraq və Allah Teala buyurur ki, mənim qullarım leysə ləkə aleyhim sultan. Onlar üzərində sənin heç bir hökmranlığın, hakimiyyətin, dəlil sübutun yoxdur. İllə mən ittəbəkə minəl qavin. Yalnız sənə tabi olan azanlardan başqa. İsra surəsində buyurur: İnnə ibadi leysə ləkə aleyhim sultan. Mənim qullarım üzərində sənin hökmranlığın, hakimiyyətin, dəlil sübutun yoxdur. Və kəfə bi rabbikə vəkilə. Və sənin Rəbbin
himaye eden, hifzeden olarak kifayettir. Ve sonra insan üzerine sebepler düşür. Ve Müslüman da bu meselede şeytandan korunmak için sebepleri öğrenmeli, bilmeli. Çünkü Allah Teala her bir şeyi sebebe bağlamıştır. Allah Teala her bir şeyi sebepleydir. Ve insanın korunması için sebepler var. Sebepler çoktur ve en mühimlerinden 10 tanesi zikrolunur. Birincisi Allah'a sığınmak. İnsanın Allah'tan kömek istemesi, Allah'a sığınması. İtikad etmesi ki Allah yardım etse korunabilir. Sanki Allah'ın yanındadır. Ve insanın Allah'a sığındığı şerler içerisinde en büyüğü şeytanın şerridir. Ve Allah Teala buyuruyor Fussilet suresinde ve imme yenzaganneke mineşşeytan nezgun festaiz billah. Eğer şeytandan sana vesvese dokunarsa Allah'a sığın. İnnehu huves-semiul alim. Gerçekten o her şeyi işiten ve her şeyi bilendir. İstiade kömek, yardım istemektir. Ama insan diyor ki Euzu billah, Allah'a sığınırım. Euzu billah, sanki insan Allah'ın yanındadır. Allah Teala'nın himayesindedir. Ve ikinci sebeplerden muavvizeteyn okumak. Muavvizeteyn 2 sureye değilir. Felak, Nas. Ama muavvizat Felak, Nas, İhlas. Ve bu 2 sureyi okumak. Felak, Kul a'udhu rabbil felak, Kul a'udhu rabbin nas. Ve hadiste de gelir ki Allah Resulü sallallahu aleyhi ve sellem buyuruyor ki مَا تَعَوَّذَ مُتَعَوِّذٌ بِمِثْلِهِمَا. Yani sığınan bu ikisinin mislinde başka hiçbir şeyle sığınmamıştır. Ve Allah Resulü sallallahu aleyhi ve sellem her gece yatağına girende bu sureleri okuyardı. Ve hemçinin Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuştu ki kimse her ve akşam 3 defa İhlas, Felak, Nas surelerini okuyarsa yani Allah Teala her bir şerre karşı ona kömek yardım eder, ona kifayet olunur. Üçüncüsü sebeplerden yatağa girdikte yatmamıştan evvel kürsü ayesini okumak. Ve şeytandan korunmak için, şeytanı uzaklaştırmak için ve hemen yerden şeytanı uzak etmek için en büyük sebeplerden kürsü ayesini okumak. Ve bu da meşhur hadistir. Ebu Hureyre'den gelen ve hemçinin Ebu Zer radıyallahu anh'dan rivayet olan hadislerdendir. Ki kim yatağına girdikte yatmamıştan evvel kürsü ayesini okuyarsa Allah tarafından devamlı şekilde ona hifzeden, koruyan melek gönderirler ve şeytan sehere kadar, sabahlayana kadar ona yakınlaşmaz. Kim okuyarsa ve sehere kadar şeytan ona yakınlaşmaz. Dördüncü sebeplerden Bekara suresini okumak baştan ayağa kimi. Ve Bekara suresinin tesiri büyüktür. Şeytanları evden kovmak için. Sahih Müslim'de Allah Resulü sallallahu aleyhi ve sellem rivayet olan hadiste buyurur ki La tec'alû buyûtekum mekâbira. Evlerinizi qəbirstanlıklar eləməyin. İnne şeytane yenfiru minel beytillezî tuqra'u fihi suratul Bekara. Həqiqətən Bekara suresi okunulan evden şeytan kaçır. Beşinci sebeplerden Bekara suresinin ahırdan 2 ayesini okumak. Bu 2 əzəmətli ayəni ve Allah Resulü sallallahu aleyhi ve sellem buyuruyor ki men qara'a bil ayeteyni min ahiri suretil Bekara fi leyletin kefetahu. Her kim bir gecede Bekara suresinin ahırından 2 ayəni okuyarsa ona kifayet eder. Yani her bir şerre karşı, her pisliğe karşı,
şeytanlara karşı ve şeytanın şirki onun toruna karşı kifayet eder ve hemçinin şerhinde gelir ki ona savab, mükafat olarak kifayet eder. Yani gece yatmamıştan evvel bu iki ayını okuyarsan. 6. sebeplerden bu zikir eləmək. La ilahe illallah vahdehu la şerike leh, lehul mulku ve lehul hamdu ve huve ala kulli şeyin qadir. Yalnız ki tövhid kelimesidir. Şeytandan korunmak için, onun şerrinden uzak olmak için insanın istifade ettiği en büyük sebeplerden. Sahih Bukhari ve Müslim'de Allah Resulü sallallahu aleyhi ve sellem böyle buyurmuştur. Kim dese la ilahe illallah vahdehu la şerike lehu lehul mulku ve lehul hamdu ve huve ala kulli şeyin kadir bir günde 100 defa diyerse kânet lehu adle aşri kabin onun için 10 kul azat etmiş kim olar. Ve kutibet lehu mi'etu hasene ve ona 100 hasenet yazılar. Ve muhiyet anhu mi'etu seyye ve ondan 100 pislik siliner. Ve kânet lehu hirzan mineşşeytan yevmehu zâlike hatta yumsiye. Ve onun için hemin günü şeytandan korunma olar akşamlayana kadar. 7. Sebeplerden 7. yuxuda heyecanlanan, narahatlık vakti, yuxuda vahimelendiği zaman, yuxuda şeytanlar ona musallat olduğu vaxt bu zikri eləməsi. Əuzu bi kəlimatillahi təmmə min qadabihi və iqabihi və şerri ibadihi və min həməzəti şeyatin və əuzu bikə Rabbi ən yahdurun. Ve yakta ve en yahduruni. Ve Allah Resulü sallallahu aleyhi ve sellem hadiste buyurur ki İze fezi'a ahadukum fin nevmi felyekul. Sizden birisi yuhuda korkar. 80'er korkarsa desin ki Eûzu bi kelimatillahi tâmmâti min gadabihi ve iqabihi ve şerri ibadihi ve min hemezet şeyatin ve en yahduruni fe inneha len tedurrahu. O hiç bak ona zarar vermez. Ve hemçin sahabe de gelirdi ki Resulallah yuxuda mən vahimelənirəm, yuxuda qorxulu, vahimeli şeyler görürəm ve Allah Resulü sallallahu aleyhi ve sellem bu zikri demeyi ona tövsiye edir ve sonra sahabe deyir ki o şeyler məndən getdi. 8. sebeplerden eve daxil olarkən yemek yemezden evvel Bismillah demek ve bütün hallarında ve bunda da şeytandan korunmak için büyük sebeptir. Ve Cabir İbni Abdullah deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuştur. Kişi eğer evine daxil olduqda Allah'ı zikrederse ve yemek yedikdə Allah'ı zikrederse şeytan deyər ki sizin için ne geceleməyə yer ne de ki şam yemeği yoktur. Ve evine daxil olduqda Allah'ı zikretmezse şeytan deyər ki gecelemək üçün yer tapdınız ve yemek yediği zaman Allah'ı zikretmezse deyər ki geceleməyə yer ve həmçinin şam yemeği tapmışsınız. 9. sebeplerden şeytandan korunmak için artık əlavə ehtiyacsız baxış, artık yemek, artık danışık ve bir de insanlarla karışmaktan çekinmek. Artık ihtiyaçsız. Bir var ihtiyaç var. Bir de var ihtiyacdan artıqdır. Lazımsızdır. İnsana bunun hiç gereği yoktur. Ve bu 4 şey artık baxış, insanın lazımsız şeylere bakması. Benim için artık yemek, artık danışık ve bir de insanlara karışmak. Bu 4 giriş kapısı şeytanın insana girdiği büyük kapılardandır. Ve insan eğer bunları koruyursa, çekinirse şeytandan korunmuş olur.
Onuncusu və axırıncısı, müxtəlif vaxtlarda Allahı çox zikr etmək və Allahı çox zikr edənlər şeytanın onlara girməsi, onlara yol tapması çətinləşir. Ümumən bunlardan uzaq olur. Onlara tərəf yol tapa bilmir və Allah da İsra surəsində buyurur: "İnne ibadi", mənim qullarım, sənin onlar üzərində bir hökmranlığın yoxdur. Və həmçinin Zuhruf surəsində buyurur: "Və men ya'şu an zikrir-rahman", kim Rəhmanı zikirdən qafil olar, uzaq olarsa, nuqayyid lehu şeytanen, biz ona şeytanı urcah edərik, ona bağlayarıq. Fəhu lehu qarin, və o da ondan ayrılmaz, yanında yoldaş olar. Və Allah Resulü sallallahu aleyhi ve sellem xəbər vermişdi ki, Yahya ibn Zekeriyyəyə, Zekeriyanın oğlu Yahya, Peyğəmbərlər hər ikisi də aleyhisselam, öz qövmünə tövsiyə edir ki, Allah'a zikr etsinlər. Və deyir ki, mən sizə Allah'ı zikr etmənizi əmr edirəm. Və sonra misal çəkir. Və şəriətdə, ayələrdə, hədislərdə Allah və Rasulü misallar çəkir. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem bəzi hədislərdə misallar çəkir. Və həmçinin Allah da Quranda misallar çəkir. Və bu maddi misallar, insanın gördüyü hissi misallar mənəvi olan şeyləri yaxınlaşdırmaq üçün, başa düşmək üçündür. Və Zəkəriyyə Peyğəmbərin oğlu Yahya aleyhissalam deyir ki, mən sizə Allah'ı zikr etməyə əmr edirəm. Və sonra deyir ki, bunun misalı bir kişinin misalına bənzəyir. Düşmən ardınca çıxıb onu sürətlə onun izindədir və nəhayət o möhkəm qalaya gəlir və özünü qorumaq üçün qalaya daxil olur ki, düşməndən qorunsun deyə. Və sonra deyir ki, insan da belədir. Şeytanlardan qorunmaq üçün yalnız Allah'ın zikri ilə qoruna bilər. Allah Teala'nı zikr etmək, insan Allah'ı anması, Allah'ı xatırlaması, Allah'tan danışması, Allah'ı zikr eləməsi şeytandan qorunması üçün möhkəm bir qaladır. Və Allah Teala'dan istəyirəm ki, bizim ailələrimizi, zürriyyətimizi və bütün müsəlmanları şeytandan və onun şərindən qorusun və Allah da bizi öz dinində sabit etsin. Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.